Azərbaycanda qadın sahibkarlığın inkişafı bu cümlələr 6 ilə öncə yox idi. Bugün biz həm stimul alırıq, eyni zamanda bu bizə gələcək inkişafımızda çox gözəl bir stimul verir ki, bu cür qadın sahibkarlığın inkişafı assosiasiyası yaranmışdır. Assosiasiya ölkə prezidentinin tövsiyəsi ilə yaradılıb 6 ildə bir çox xanımlarımız üçün yüzlərlə xanımların sahibkar xanım adı daşımasında öz töhfəsini verməkdə davam edir. Assosiasiyanın yüzlərlə üzvü var və müxtəlif sahəlidir. Assosiasiya həm turizm sahəsində, həm sənaye sahəsində, həm xidmət sahəsində, həm təhsil və eyni zamanda səhiyyə sahəsində qadınları bir araya gətirən bir quruma çevrilmişdir. Assosiasiyanın hal-hazırda gördüyü 2000-dən artıq 6 il ərzində 2000-dən artıq təlimlər olmuşdu ki, bunların əksəriyyətində 54 mindən artıq qadınları birləşmişdi. Bu, həm OON-un, eyni zamanda Avropa Birliyinin dəstəyi ilə olan layihələrimiz, 15-ə yaxın layihəmiz olmuşdu, həyata keçirilmişdi. Bunlarda biz 540-dan artıq regionlarda qadınlara ilkin kapital vermişik. Bu kapital nəticəsində yüzlərlə qadını, hansı ki, bunlara təlimləndirdikdən sonra bu ilkin kapitallar verilib. Kənd təsərrüfatı sahəsində, sənaye sahəsində, xüsusilə də kənd təsərrüfatının 4 sahəsində öz bilik bacarıqlarını əsirgəmədən iqtisadi effektliyi artırmaq üçün gün-gündən sıraları artmaqda davam edir. Bəli, bizə çox suallar verirdilər əvvəlcə. Nəyə görə qadın sahibkarlar, nəyə görə qadın sahibkarlığın inkişafı? Bunun iki kiçik cavabı var. İlk öncə biz Doing Business-də 187-ci yerdə idik. Bu bir tələbdən irəli gəldi ki, bir də milli bilirsiniz ki, konsepsiyamız var. Bu konsepsiyada da 2 istiqamət qadın sahibkarlığın inkişafı istiqamətidir. Və burada bizlərin məqsədi strategiya və strukturu yaratdıqdan sonra əsas məqsədimiz qadınlar bir araya gələrsə bizim işimiz gücümüzə çevrilə bilərmi? İqtisadi effektliyi necə artıraq? Məqsədlərini qoyduqdan sonra bu yolda əsas ideyamız təlim olmazsa kadr potensialı olmaz. Kadr potensialını yüksəltməkdən ötəri isə gözəl və standartlara uyğun iş yerləri olmalıdır ki, hər bir insan evindən çıxırsa ilk öncə düşünsün ki, bu iqtisadi bir strateji dövlətin partnyorudur. Ölkə başçısı İlham Əliyevin dediyi kimi və biz bundan qürurlanaraq gün-gündən öz sıralarımızı genişləndiririk. Замечательно. Вы справились с первого раза. Əlavə də dedi, bəlkə bir-iki şeylər də deyim. İstəyirsiniz deyin. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası eyni zamanda əsas məqsədi körpü rolunu sahibkar dövlət arasında oynamasıdır. Sahibkarlarla hüquqi bazanın gücləndirilməsi, iqtisadi maarifləndirilmənin artırılmasıdır, texniki bazaların yüksəldilməsidir. Dövlət Sosial Müdafiə Nazirliyi, kiçik orta sahibkarlıq, eyni zamanda bir çox dövlətlərin Azərbaycanda olan iqtisadi nümayəndəlikləri var ki, bunlar bizim üçün çox vacibdir. Çünki əsas məqsəd məhsulunu istehsal etməkdir. Bu məhsulu brendə çevrildikdən sonra satmaq üçün isə bizə qonşu ölkələr. Ona görə də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası 6 ildə Türk dilində danışan dövlətlərin Ticarət Palatasında nümayəndəliyi var. İslam ölkələri, İslam Ticarət Palatasında nümayəndəliyi var. Dünya Ticarət Palatasında nümayəndəliyi var. Hal-hazırda isə Baltikanı və bizim bilirsiniz ki, Asiya ölkələrindən çox böyük inteqrəmiz olmalıdır. Çox böyük orada insan kütlələri var ki, biz istehsal etdiyimiz məhsulları, eyni zamanda onlarda olan mexanizmləri öz qadınlarımıza təbliğ etmək üçün öz səy və bacarıqlarımızı həmin bu ticarət palataları ilə olan əməkdaşlığımız nəticəsində irələtməkdə davam edirik. Məqsədimiz birdir. İqtisadi səmərəliliyi artırmaq, kadr potensialını yüksəltmək və rəqəmsal dünyada qadınlarımızın bilik və bacarıqlarını artıraraq əlbət ki, dünyaya inteqrə etməkdir.